Teşekkür ederim bana söz verdiğinize göre. Ruslan Tağıyev, ben hala bir müddət Sumqayıtda işləmişəm, yəni mən özüm də Sumqayıt Musiqi Texnikumunu bitirmişəm. Elə həmin ildən də orada dərsliydim. Ruslana o vaxtdan yəni tanıyıram, o necə tələbkar olduğundan, həmişə axtarışdaydı. Yəni dərsi keçək, hər hansı bir mövzunu keçəndə bir 10 dəfə sual verirdik. Mənim heç filan şey nətərdir, mənim filan şey... Mən onda dedim ki, onun gələcəyi var. Çünki axtarışdadır. Ondan sonra elə oldu, Milli Konservatoriyada da onun müzakirələri oldu, kişinin müzakirələri olurdu və orada da bəzən toqquşurdu. Özdə alim gərək elə olsun da, sözlü desin, səhv də desə, cavabını alan zaman Ruslanla da müzakirələrdə deyirdim, bax Ruslan, bunu səhv yazırsın. Dedi, yox, mənim, siz səhv bilirsiniz. Mənə deyir, siz səhv bilirsiniz. Deyirəm ki, sonra yanında da Qovusnamədən, nə bilim, orada muğamları yazmışdı, 8 dənə muğam. O bir dənə yerdə gedir 8 dənə, amma bütün kitabı oxuyanda görürsən ki, 12-13 dənə muğamın adı çəkilir. Deyirəm, oxumuşsan, deyir, dəfələrlə oxumuşam. Deyirəm, axı, orada filan muğamı, yoxdur mənim. Dedim, yox, mən bildiyim belə. Sonra gəlirdi, evdən zəng edirdi, ay mənim, sən onda bağışlayırdı. Mən oxuduğum səhifədə 8 dənə arda yazılıb muğamların adı. Sonra deyim, baxdım ki, hə. Yəni, elm bunu tələb edir. Gərək işləyəsən, Ruslan da çox, onun elə bu kitabı oxuyanda bir çox yenilikləri aydın görsənir. Yəni, Üzeyir bəyin ilk muğam proqramı var mən. Biz hamımız bilirik, oxuyuruq, amma proqramı mən görməmişdim. Deməli, 1925-ci il mayın 9-unda Üzeyir bəy tərtib edir. Bu da cəhdidir, mən düşdüm o üstünə ki, deyirəm ki, bunu hamı yazır da, görmüsən, deyir, yox. Dedim, bəlkə heç elə bir şey yoxdur. Yox, mən gedirəm, yoxdur axı. Oradakı arxivin nömrəsi göstərilir, gedir o arxivdə axtarır. Deyirəm, onda bu sual səni həmişə müdafiə edən veriləcəksən. Əslində mən özüm istəyirəm ki, tapsın, mən də bilim. Sonra bir də gördüm, deyirdi ki, getdim filan yerə, oradan göndərdilər filan yerə, mənim tapmışam. Tapmışam, Üzeyir bəyin özü əski əlifbayla yazı, əl yazmadır. Və orada da Üzeyir bəy soyadını Hacıbəyli kimi yazır. Fikir verirsin, Üzeyir bəy Hacıbəyli. Sonra da deyirlər ki, bəziləri deyir ki, özü istəmir də, özü elə Hacıbəyov istəyir. Bununla da bağlı o vaxtı çox əksəriyyəti bilir, mən bir məqalə hazırladım. Üzeyir bəyin 31-ci ildə onun bir ləzgi rəqsi vardı, partiturası. Onu da Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin tələbələrindən ibarət orkestri ilk dəfə onu ifa elədi. Rəhmətli Gülağa dejorluq edirdi. Mənə dedi ki, Abbas, gəldinə bir ora, həm söz verəcəyik sənə, danışarsan əsər barəsində, həm də mətbuatda məlumat verərsən də. Mən də gəldim, çıxdım, söz verdilər. Dedim, mən Üzeyir bəyi görüm, Üzeyir bəyin doğum günündəydi. Sentyabrın 18-də. Allah Bayramovanın muzeyində, rəhbərliyi elədiyi muzeydə danışdım. İndi partiturada, partitura üçün əsər haqqında danışdım, Üzeyir bəydən danışdım. Deyirəm, mən Üzeyir bəyi görməmişəm, amma sevinirəm ki, Üzeyir bəyin tələbəsi Süleyman Ələskəroğlu, mən dirjorluq ixtisası üzrə 5 il onun tələbəsi olmuşam. Süleyman mənim hər dərsdə Üzeyir bəydən danışırdı. Neyse, sonra dedim, onlar bir partituranı baxın. Gülağı mənim də rəhmətli verir. Partiturana baxanda gördüm, elə də başda yazır. Ləzgi rəqsi Üzeyir Hacıbəyli 1932-ci il. 32-ci il, özdə o vaxtda da Latın əlifbası ilə yazılırdı. Sonra elə qərara gəldim ki, bu ilə Hacıbəyli ilə əsəri tutaranda da, sonda da yazır ki, imzasını qoyur və yazır Üzeyir bəy Hacıbəyli.